implant öz-özlüyündə bəsit bir əməliyyatdır. Diş ətini açdın, sümüyü bir yuva açdın, bir implant yuvası açdın və implantı ora şurup kimi bağladın. Yəni bu əslində bəsit bir prosedurdur. Hətta kanal müalicəsindən belə bəsit bir prosedurdur. Ancaq pasiyentin normal diş əti və normal, burada elmi tərəfinə çox girmək istəmirəm, sümüyü, yəni yetərli diş əti və yetərli sümüyü olduğu təqdirdə bu bəsit bir prosedurdur. Ancaq yetərsiz anatomiyaya sahib olan pasiyentlərdə implant, təbii ki, implant olunandan sonra implant inteqrasiya olur, sümüyə qaynaşır və bunun üzərini düzəltdiyiniz zaman təbii ki, pasiyentin ağzında bir diş olur. Ancaq bu implant və diş onu nə qədər komforta gətirib çıxardır və bu implantı pasiyent neçə illər istifadə edə bilər. Bu isə mübahisə mövzusudur. Bir pasiyentin implanta gəldiyi zaman mütləq şəkildə araşdırmalıdır. Mütləq şəkildə hansı hallarda implant yerləşdirilə bilər, onu bilməlidir və həkim də o doğrultuda getməlidir. Və qeyd etdiyim kimi, həqiqətən də ideal, hal-hazırda bizim cəmiyyətdə ideal implantoloji edib və onun üzərinə ideal dişləri düzəltmək həqiqətən də çətin bir prosesdir.